heç biri dərman vasitəsi deyil, heç biri əczaxanalarda, yəni apteklərdə yoxdur. Bunlar hamısı Seyfəddin doktor özü hazırlayıb. Baxın, burada bu da arı məhsuludur, arı südü kremi. Tərəf xanım, gözün altında sallanmalar, torbalar olur, üzdə prişiklər, ləkələr, sızanaqlar, onlara çox təsirli bir məncundur. Sonra oynaq ağrıları, sümük ağrıları, qolda, ayaqda, boyunda, dizdə, bax, belə bir məncunumuz da var. Dəmirov, sədəf xəstəliyi. Sədəf xəstəliyi, yəni bu el arasında Dəmirov deyirlər. Saçın dibində də ola bilir, bədəndə də olur, ləkələr olur, elələri var sağalır, elələri var fəsilə uyğundur, gedir, gəlir. Yəni, bax, belə olan tipləri də var, amma Dəmirovun bütün növlərinə effektiv təsir göstərir. Migren. Migren ağrıları, baş ağrıları. Migrenden əziyyət çəkən bugün minlərlə insanlar var ki, müalicə də elətdirirlər, migren keçmir ki, keçmir. Bizim migren üçün... Müalicəsi bizdədir də, yəni migren xəstəliyi. Bəli, Doktor Seyfəddin klinikasında migrenin müalicəsi belə mərcun vasitəsi ilə aparılır. Xüsusi hazırlanan mərcunlar vasitəsilə migrendən əziyyət çəkənlər. Damar xəstəliyi. Hə, damar xəstəlikləri, varikoz damar genişlənməsi, xüsusilə xanımlarda, ayaqlarında bir də görsən, elə xanım, elə bir şunur-şunura dolaşıb, gömgür. Görmürsünüz də Təmə xanım? Bəli. Bəlkə də fiziki işdən çox məşğul olan xanım. İrsiyyətdə də var. Məsələn, elə adam var, onun nəslində, kökündə genetik olaraq varikoz damar xəstəliyi var. Uşaqlı böyüklü. Uşaqlı böyüklü və damarlar dəridən o qədər yəni qabarıqdır ki, dəridən belə görsənir, çox da yaxşı görsənmir. Çapıqlarda bu, dəridə, üzdə olan çapıqlar. Bu çapıqlar. Ləkələrdə. Çapıqlardır, yanıq izləridir, sonra yaradır, tutaq ki, sağalıb, amma ləkəsi qalıb, izi qalıb. Mənə də lazımdır. Hə? Mənə də lazımdır.